Smart Customs'da qeydiyyatdan keçmək üçün digital loginə keçirsiniz. Daha sonra identifikasiya nömrəsi yazılan hissəyə keçib, aşağıda qeydiyyatdan keç butonuna basırsınız. Daha sonra şərtləri qəbul edib şəxsiyyət vəsiqənizi qeyd edirsiniz, PIN kod və seriyanı və mobil nömrənizi yazırsınız. Həmin nömrəyə kod gəlir, təsdiqləmə kodu. O kodu yazdıqdan sonra şifrə fikirləşirsiniz və sonra burada göstərir ki, şəxsiyyət vəsiqəniz yanınızda olmalıdır. Davam et düyməsinə basdıqdan sonra sizin şəklinizi və şəxsiyyət vəsiqənizin şəklini çəkir. Bir neçə gündən sonra da sizi təsdiqləyir.